Salam hər kəsə. Xarici təhsil şənbəsinin növbəti buraxılışındayıq. Bugünkü mövzumuz Litvada təqaüdlü təhsil və təhsillə bağlıdır. Suallar keçməzdən əvvəl dəyişiklik etmək istəyirəm. Sizə qısa bir məlumat vermək istəyirəm Litvadakı təhsillə bağlı. Litva bakalavr üçün 11 il təhsildən qəbul edən Avropa ölkələrindən biridir. Belə ki, siz 11-ci sinifdə oxudığınız zaman və bitirdiyiniz zaman 12-ci il ehtiyac olmadan da bakalavr təhsilə müraciət edib qəbul ala bilərsiniz. Bunun üçün Duolingo və IELTS olması kifayət edəcək ki, qəbul almağınız mümkün olsun. Magistr üçün isə bakalavrın son kursunda olmağınız və bitirməyiniz də kifayət edir ki, müraciətinizi həyata keçirəsiniz. Magistr təhsilində IELTS, Duolingo hər ikisi keçərlidir. Duolingo universitetə görə dəyişir əlbəttə ki. Bundan əlavə GPA-nızın yüksək olması arzu olunanda, amma 60 ilə, 65 ilə, 70 ilə, yəni bu ortalama ilə qazanan tələbələrimiz olur və qazanan digər tələbələr də var ki, Litva universitetləri GPA-ya önəm versə də bəzən güzəştlər eləyə bilirlər. İndi keçəcəm suallara. Əminəm ki, sualların əksəriyyəti təqaüdlə bağlıdır, Litvadakı təqaüdlə bağlı. Suallar cavablandan sonra isə digər demədiyim, infosunu vermədiyim məlumatlarla bağlı sizi məlumatlandırmağa çalışacağam. Yenə də həmişə olduğu kimi random şəkildə gedəcəm. 75 ortalama ilə təqaüd mümkündürmü? Litvada 75 ortalama təqaüd üçün, yəni güclü bir nəticə deyil açığı. Çünki rəqabəti nəzərə alsaq, məsəl üçün bu illər Azərbaycan üçün ayrılan kvota sayı maksimum 10-dur. Adətən hər ildə bu civarda olur. Onun üzəri çox az hallarda olur ki, onun üzəri ayrılsın Azərbaycan üçün. Onun ki 75 ortalama, yəni təqaüd üçün arzulanan bir GPA deyil. Lakin sizin ixtisasınız da bunun burada böyük bir rol oynayır. Çünki Litva təqaüdündə praktik ixtisaslar var. Burada computer science deyə bilərik, life science ixtisaslar deyə bilərik. Litva mədəniyyətinə bağlı ixtisaslar var ki, onlara daha çox üstünlük verirlər. Amma reallıq baxımından biz məsələ görürük ki, ən azı 81 üzəri GPA-nız olsun. Təqaüd nələri qarşılayır? Litva təqaüdü pulsuz təhsil verirsə, bundan əlavə 592 avro aylıq məvacib, yəni təqaüd ayırır ki, tələbə yaşam xərclərini qarşılaya bilsin. Litva təqaüdü masterlar üçün adətən olur. Dediyim ki, pulsuz təhsil və siz 592 avro təqaüdlə full təqaüd almış olursunuz ki, həm təhsil haqqı ödəmədən, həm də ki, məvacib alaraq yaşantınızı və təhsilinizi davam etdirə bilərsiniz Litvada. Litvada yaşam xərcləri təxminən nə qədər olur? Litvada yaşam xərcləri biz adətən məsləhət görəndə və info verəndə burada yataqxana düşmə və yataqxana düşməmə kimi opsionlara görə bölürük. Yataqxanalar adətən Litvada 150 və 300-350 avro arası olur. Amma evlər isə nisbətən 300-350 avrodan artıq başlayır deyə bilirik. Ona görə yəni yataqxana düşsəz daha az xərciniz çıxır. Deyə bilərik ki, misal üçün 450-500 tələbə kimi yaşamaq üçün kifayət edir. Amma ev tutası olsaz bu məbləğ artıq arta bilir. Bu səbəbdən çalışın ki, universitetlərə müraciət etdikdən həmən sonra yataqxanalara müraciət edəsiniz. Növbəti sualımız, universitetin təhsil haqqları nə qədər olur? Bu artıq universitet ixtisasa və s. görə dəyişir. Adətən IT kimi sahələrdə ixtisasların təhsil haqqısı nisbətən yüksək olur. Amma economics, public policy, beynəlxalq münasibətlər tipi ixtisaslarda 3500-4000 avroya ixtisaslar tapa bilərsiniz. Amma adətən yəni biz general deyəndə 3000-3500 avronun üzərində deyirik ki, adətən də o civarın üzərində olur. Bakalavr səviyyəsində IELTS tələbi və Duolingo qəbul olunur. IELTS tələbi adətən Litva universitetlərində 5-5-6 olur. Əksər universitetdə 5-5-dən belə qəbul olur. B2 istəyirlər, yəni B2 istəyirlər. Duolingo da adətən o ekvivalentdə olduğu halda qəbul olunur. Amma Duolingo hər universitet qəbul etmir. Universitet dəyişir artıq, amma bir çox universitetlərə Duolingo da keçərli olur. Litva təqaüdündə nələr tələb olunur? Litva təqaüdündə demək hər il eyni dəyərləndirmə üzərinə aparılır. Əsas GPA və Litva dövlət təqaüdünün sırf öz spesifik motivation tələbi var. Orada 3 ya da 4 sual olmalıdır ki, o suallar motivationınızda cavablandırılmalıdır. Əsas dediyim ki, baxdılar GPA və motivationınızdır. Ondan əlavə praktik ixtisaslar var. Misal üçün bizdə 84 ortalama 5-5 ilə qazanan tələbə var idi, məsələn Litva dövlət təqaüdü, amma məsələn 90 ortalamadan uğursuz olan tələbələr də olur. Çünki ixtisasın pratikliyi çox önəmlidir Litva təqaüdündə. Dediyimiz kimi, yəni Litva təqaüdündə adətən IT, computer science, life science ixtisaslar, Litva dövlətinə bağlı olan culture, mədəniyyət və dillə bağlı olan ixtisaslar daha çox üstünlük verirlər. Hansı ixtisaslar təqaüd üçün prioritetdir? Zaten bu suala baxmadan da sual artıq cavablamış oldum.
zaten dediyim kimi life ixtisas, IT ixtisasları daha çox önəm daşıyır. Dediyim kimi Litva təhsil, yəni prosedurları sizə deyim, təxminən yanvar və fevralda müraciətlər başlayır universitetlərə. Litva dövlət təqaüdünün bu ilki deadline aprelin 20 ya da 25-i tam olaraq bilmirəm, amma yəni 20-25 aralığında olmalı. Keçən mayın 13-ü idi. Yəni gec olmadan müraciətlər eləyin, çünki qəbul alandan sonra Litvada oturuma müraciət etməlisiniz. Litva tələbələr üçün viza tətbiq etmir, birbaşa oturuma müraciət edirsiniz ki, prosedur artıq bu şəkildədir. Bu səbəbdən öncədən qəbul almağınız və gec olmadan oturuma müraciət etməyiniz həm təhsil karyeranız, həm də sizin yaşam prosedurunuz üçün daha yaxşıdır. Çünki stresin kənarında olacaqsınız və daha uğurlu olacaqsınız üçün düşünürəm. Əlavə sualınız olsa da ki, biz buradayıq, əlimizdən gəldiyi yardım edərik sizə. Uğur olsun.